sualın izahına baxırıq uşaqlar. Baxıram ki, uşaqlar başqa həllər atırlar, amma yol mənə xoş gəlmir. Ona görə onun izahını indi atıram. Deməli, bizə verilib x2 mənfi iyonu proton sayı A. Deməli, elektron sayı, onda mən dedim ki, düzünə gələndə çıx 2 qəbul olunmaq deməkdir. Yəni, olur A plus 2 elektron sayı. Y-in isə proton sayı B-dir, yükü isə 2 filusdur. Onda elektron sayı B minus 2 olacaq. Və bu elektronların cəmi isə, yəni X ilə Y-in elektron cəmi 20-yə bərabərdir. İndi elektronu cəmləyək. A plus 2 üstəgəl B minus 2 bərabərdir 20. Deməli, 2-lər ixtisar gedir. A üstəgəl B tapırıq 20-yə bərabərdir. Və indi bizə deyir ki, X-in proton sayı, yəni A, Y-in elektron sayından. Bizdə Y iyonu demir ki, Y-in elektron sayı. Biz də bilirik ki, Y-in əgər Y2 müsbət iyonu desəydi, onda B minus 2 götürərdik. Amma bizə deyir Y-in elektronu. Y əgər atomundan söhbət gedirsə, onun elə protonu B deyil, elə elektronu da B götürüləcək. Yəni, atomda proton sayı elektron sayına bərabər olur. İndi deyir, X-in proton sayı, yəni A, Y-in elektron sayına, yəni B-dən 1,5 dəfə azdır. A, B-dən 1,5 dəfə azdır. Onda B də bərabərdir 1,5 A-ya. Onu da gətirib burada əvəzləsək, bax bu hissədə. Onda A üstəgəl 1,5 A bərabərdir 20. 2,5 A 20 eləyir. A da bərabərdir 8-ə. Və A-nı 8 tapdım. Bizdən də Y-in proton sayını soruşur. Yəni B-ni. Onda A üstəgəl B əgər 20-dirsə, A-nı da 8 tapmışamsa, 20-dən də 8 çıxanda, onda B də eləyəcək